Ötən həftə isə komissiyanın üzvlərindən ibarət bir qrup, Hakim Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkət Partiyası və əsasən Kürdlər tərəfindən dəstəklənən DEM Partiyasından olan millət vəkilləri PKK-nın qurucusu Abdullah Öcalanın ömürlük həbs cəzası çəkdiyi İmralı adasına getdilər və onunla görüş keçirdilər. Bu mərhələdə belə bir görüşə ehtiyac yarandığı bildirilmişdi Türkiyə tərəfindən. Çünki Türkiyədə silahların yerə qoyulması, PKK mənsublarının Türkiyədən çəkilməsi ilə bağlı addımlar atılmışdı. Lakin Türkiyənin sərhədlərindən kənarda, Suriyada və digər bölgələrdə proses heç də Türkiyədəki addımlara həm ahəng davam etmir. Bununla bağlı müəyyən narahatlıqlar var idi və Abdullah Öcalanın yeni bir müraciət ünvanlaması, həmin qüvvələrə öz mesajını çatdırması və bununla bağlı görüşün keçirilməsi zərurəti yaranmışdı. Məhz bu görüşlə bağlı komissiya üzvlərinə bugün məlumat verilməsi nəzərdə tutulur və bundan sonra atılacaq addımlar, hesabatın hazırlanması, Türkiyə Böyük Millət Məclisinə təqdim edilməsi, yəni bundan sonra terrorsuz Türkiyə prosesi çərçivəsində atılacaq addımları bir növ yol xəritəsinin hazırlanması bugünkü görüşdəki müzakirələrdən xeyli asılıdır.